Hamıya salam. Bugünkü mövzumuz trim funksiyasıdır. Trim funksiyası mətn funksiyalarından biridir və adından da məlum olduğu kimi kəsmək üçün istifadə olunur. Yəni funksiyanın əsas istifadə məqsədi mətnin əvvəlində, sonunda və ya ortasında lazımsız, yəni gərəksiz boşluqları təmizləyərək sətri sıxlaşdırmaq məqsədi ilə istifadə olunur. Yəni ki, buradakı əlavə boşluqları silir, yalnız sözlər arasındakı bir boşluq qalır. Gəlin bu funksiyanı yoxlayaq. Məsələn, yaza bilərik ki, Excel mənim üçün önəmli proqramdır. Daha sonra gələk bunun aralarına boşluqlar ataq. Deyək ki, yəni sözlərin arasına boşluqlar atmalıyıq. Deyək ki, belə boşluq atdıq. Belə bir boşluq atdıq. Fərqi yoxdur. Bu şəkildə də boşluq ata bilərik. Atdıqdan sonra gəlib burada trim funksiyasını tətbiq edəcəyik. Trim funksiyasının sadəcə bizə tekst lazımdır. Yəni arqumenti tekstdir. Hansı ki, lazımsız, yəni gərəksiz boşluqları silinəcək olan mətndir. Tekst kimi də bunu seçirik və tətbiq edirik. Gördüyümüz kimi tətbiq etdiyimizdə normal şəkildə hər bir söz arasında necə bir boşluq qalırsa, o şəkildə də boşluq qalmış oldu. Yəni göründüyü kimi bütün lazımsız boşluqlar silindi. Sözün əvvəlində və sonunda yazılan boşluqlar, həmçinin sözləri ayırmaq üçün istifadə olunan təkrar boşluqlar silinir. Ancaq sözlər arasındakı bir boşluq saxlanır. Yəni funksiyanın sintaksisi də bayaq baxdığımız kimi trimdir və tekstdir. Bu şəkildə bunları yazıb tətbiq edə bilərik. Digər funksiyamız nədir? Digər funksiyamız isə concat funksiyasıdır. Adından da məlum olduğu kimi birləşdirmək funksiyasıdır. İstifadə məqsədi nədən ibarətdir? Bu funksiya verilmiş mətnlərə və ya diapazondakı, yəni bir neçə xanadakı məlumatları birləşdirir. Concat funksiyası tək xana istinadları ilə yanaşı xana aralıqlarını da qəbul edir və boş xanaları avtomatik olaraq nəzərə almır. Gəlin concat funksiyasını yazaq. Məsələn, yazaq Aydan Hüseynzadə. Bunu belə böyüdək. Burada yaza bilərik müqabil. Bu şəkildə yazdıq. İndi gəlin concat funksiyasını bura tətbiq edək. Concatda bizə sadəcə arqument kimi tekstlər lazımdır. Hansı ki, tekst 1, tekst 2 yazılır. Yəni, tekst 1 mətnin birinci mətn dəyəridir, xana istinadı və yaxud da diapazondur. Təbii ki də bunları ayrı-ayrılıqda seçib aralarına vergül ataraq yaza bilərik. Amma bir yerdə seçmək daha məntiqlidir. Və gördüyümüz kimi artıq sözlər arasında heç bir boşluq saxlamır. Hamısını birlikdə qəbul edir, birləşdirir. Amma deyək, gəlirik bura. Bu sözün arasına özümüz bir boşluq atıb qızını əlavə ediriksə, burada avtomatik olaraq aralayım daha yaxşı görəsiniz. Avtomatik olaraq burada qızı ilə olan arasına boşluq qalacaq. Niyə? Çünki bu sütunlar arasında bir boşluq deyil. Sütunun daxilində verilmiş məlumatın öz boşluğudur. Ona görə onu ayırmayacaq, o boşluğu bizə birləşdirməyəcək. Bu da concat düsturunun əsas istifadə məqsədi idi. Əlavə olaraq deyə bilərik ki, concat funksiyası bir neçə arqument qəbul edir. Tekst 1, tekst 2, tekst 3, yəni 255-ə qədər dəyər göstərilə bilər. Arqumentlər xana istinadı, diapazon və ya mətn dəyəri kimi verilə bilər. Yalnız birinci arqument məcburi olur, digərləri isə göstərildikləri ardıcıllıqla birləşdirilir. Daha sonraki funksiyamız isə bizim olacaq text join. Text join funksiyasının əsas istifadə məqsədi nədir? Bu funksiya bir neçə dəyəri, yəni ayrıcı ilə yaxud ayrıcı olmadan birləşdirir. Cavab həmişə mətn formatında olur. Text join xana istinadları, diapazonları və yaxud da sabit dəyərlərlə verilmiş mətnləri birləşdirə bilir və boş xanalar nəzərə almamaq üçün bizə seçim təqdim edir. Hansı ki, burada yaza bilərik yenidən. Aydan Hüseynzadə. Burada götürüb yazaq müqabil.
Burada text join düsturunu tətbiq edək. Text join-də bizə artıq format başqa cür olur. Bizə ayrıcı təqdim edir. Deyir ki, yəni ayrıcını nə kimi qoymaq istəyirsən? Mən ayrıcını sadəcə boşluq olaraq qoymaq istəyirəm. Dırnaq işarəsi açıram, boşluğu qoyuram, dırnağı bağlayıb vergül atıram. Burada bizim qarşımıza iki seçim şansı çıxır. True and false. İndi bunu izah eləyəcəm. True nəyə lazımdır, false nəyə lazımdır. True ona görə lazımdır ki, boş xanaları bizdə nəzərə almadan yazmaq. False isə boş xanalarda daxil etmək şansını verir bizə. Birinci seçirəm true'nu. Vergül qoyuram. Teksti seçdim. Bu şəkildə seçdim. Bir dəqiqə. Bu şəkildə seçdim. Mətn kimi seçirəm. Enter'ə bastım. Gördüyümüz kimi bu şəkildə, normal bir şəkildə yazıb bizə bunu verdi. Bunu true olaraq verdi. Amma biz bunu false olaraq seçsəydik, yenə də eyni şey verəcəkdi. Amma bizdə, deyək ki, bunların arasına atırıq bir əlavə et, olar, yenə bir əlavə et ata bilərik. Yəni, sütunları əlavə edəcəyik, bir boşluq yaranacaq. Burada gətirib bir əlavə et yaza bilərik. Burada bir əlavə et yaza bilərik. Yazdıqdan sonra bu cür olmayacaqdı. Bu şəkildə olacaqdı. Yəni. Yazdıqdan sonra gəlirik düsturun üzərinə. Bizdə false da nədir? Boşluqları nəzərə al deməkdir. Yazdıqda görürük ki, baxın, Hüseynzadə ilə müqabil arasına 3 boşluq atmışıq və bu boşluqlar burada bildirilir. Yəni boşluğu, boş diapazonları bizə nəzərə almağımız üçün istifadə olunur. Yenidən izah etdikdə bunu, text join funksiyasının məqsədini, ayrıcı var burada. Ayrıcını biz tire ilə də yaza bilərik. Deyək ki, bunu eləyək tire. Enter'ə basanda görürük. Nə qədər boşluq varsa, eyni o sayda tire əmələ gəlib. Aydan və Hüseynzadə arasında tire var. Yəni, biz hansı bir formatda onu ayırmaq istəyiriksə, o formatda bizə verilir. Dırnağın içərisində yazırıq onu. Yaxud da bura deyək ki, ata bilərik ət işarəsini. Görürsünüz, bu şəkildə yazıb təqdim edəcək bizə. Bu şəkildə olacaq mövzumuz. Digər olaraq da ignore empty deyirik. Yəni, burada Azərbaycan dilində yazılıb nəzərə al, boşluğu nəzərə al, nəzərə alma. Bayaq da dediyim kimi, boşluğu nəzərə almaq üçün false seçəcəyik. Boşluğu nəzərə almamaq üçün isə true-nu seçirik. Yəni, true və false-un öz dəyərləri olduğu üçün false-un yerinə biz 0 da yaza bilərik. Yenə də eyni şey olacaq. Amma bura 1 yazsaq, boşluqlar nəzərə alınmadan yazılacaq. Görürsünüz, hərəsinin arasında bir boşluq yazılmış olacaq. Yəni, ümumi olaraq mövzumuz bu şəkildə olacaq.